Salam, hörmətli Facebook izləyiciləri. Yəni bahar gəldi deyir, yaz gəldi. Oturmuşam öz həyətimdə, ağacların altında. Adətən mən öz bağımdan ara bir necə deyirlər bu reportajlar hazırlayıram. Məqsədim elə bir güllü çiçəkli bağım yoxdur. Məqsədim öz təcrübəmi bölüşməkdir. Amma bu gün aparıcılar demişkən bir qonağım var. O da budur. Əslində qalsa bu il 5-ci dəfədir qonaq gəlir mənə. Qazdır, ördəkdir daha doğrusu. Qaz nə idi? Ördəkdir. Özdə vəhşi ördəkdir. Hər il demək ki, uçub gələn, yəqin ki, Afrika tərəflərdən, isti ölkələrdən və payızda da, hardasa oktyabrın axırlarında, bəzən noyabrın əvvəllərində uçub gedirlər. 2020-ci il idi, koronavirusun vaxtı idi. Bir də çıxdım, gördüm ki, həyətdə, bax bu ördək, dişidir. Demək, fikir verin, burnun üstündəki o qırmızı çıxıntı balaca olanlar dişidir. Gəl, hövsələsi çatmır. Hadi dayan. Ay qız, az, ala. Elə adı üstündədir, vəhşi ördək. Bilmirəm, nə qədər bilirsiniz, təbiəti bilənlər, ovçular bilər ki, vəhşi ördək insana yaxın gəlmir. Xüsusilə əldən çörək yesin, özünü sığallamağa imkan versin. Yəni belə şey yoxdur. Amma bunun üçün nə isə olmalıdır. Demək ki, 2020-ci il idi, bu koronavirus təzə təşrif buyurmuşdu, şərəf vermişdi həşəmətli ölkəmizə. Yadınızdadsa mart ayında elan olundu koronavirus, onu ya necə 2020-ci ildə. Nəysə ağzımızı burnumuzu bağlayıb qalxıldıq, oturduq yerimizdə və gündən bir günü çıxdım həyətə, gördüm ki, bu. Əlbəttə ki, 5 il bundan qabaq bu daha kiçik idi. Qanadı qırılmışdı. Sağ qanadı. Yəqin havada hücum eləmişdilər. Ya bəlkə də nə bilim, ateş yox idi. Çünki ateş olanda şeydi. Sadəcə qırılmışdı. Qansız, qanadı belə burulub, qatlanıb, indiki kimi belə yoxdur. Düzgün dayanmırdı, qabarmışdı. Yaxınlaşdım, imkan vermirdi. Hətta o vəziyyətdə də imkan vermirdi yaxınlaşmağa. Nəysə tutdum bir təri, həyətdə də sıxdım bir küncə. Apardım, müalicə elədim, oxudum kitablardan zaddan. O bizim dildə desək, gipsə saldım, yəni bağladım tərpənməz şəkildə ki, heyvanla da özü birləşəcək. Yırtdı çörəyi, dağıtdı, fikir verirsən. Qaydaq nağılımıza, həmin yeri getmədi. Bir dəfə elə təsadüfən həyətdə oturmuşdum. Oktyabrın axırları idi də, belə səhv eləmirəmsə. Bir də gördüm ki, gəldi, həyətdə sürtündü mənim ayağıma. Heç gözləmədiyim halda. Nə yemək verirdim, nə oxşamağa hazır. Oturmuşdum, nəsə telefonla belə məşğul idim. Ayağıma sürtündü, sonra getdi həyətin o biri başına. Bax, orada görürsünüz bir, belə deyirlər, qaçış yolu kimi yol var. Biz səki deyirik. 28 metrədir. Oradan təyyarə kimi razqon götürdü, qalxdı havaya. Baxdım, izlədim. Gördüm, getdi göydə qoşuldu öz dostlarına. Bax, uçdular cənub tərəfə. Dedim də getdi. Getdi, həqiqətən getdi. Amma məndən görüşdü, getdi. Ayağıma sürtündü. Heç çağırmadığım, nə bilim, yemək vermədiyim halda. Görünə dağıdır, elə bir aclıqdan çıxıb. İnan ki, hər dəqiqə nə versən yiyəcək. Maşallah, maşallah. Gələn il bir də gəldi.
Əlqərəz 2021, 22, 23, 24, 25 neçə il elədi bilmirəm. 5 il elədi. 6 il elədi. Bax bu il də gəlibdi. Təqribən bilirəm də, demək aprelin əvvəllərində, birinci 10 günlüyündə elə gözüm axtarır görüm nə vaxt enəcək həyətə. Enir, gəlir həyətə. Bütün yayı məndən keçirir. Sap sağlamdır. Və bu dəqiqə uçmağı da bacarır. Şey demişkən qarğa kimi uçur. O gün bir qarğa çörəyini götürmüşdü. Qalxdı qarğanı göydə bir abarot şey elədi. Sonra qarğanın dostları gəldi. O da qorxudan gəldi girdi yenə mənim yanıma. Qarğalar buna hücum eləmək istəyirdilər. Belə. Nə demək istəyirəm? Əslində elə bayaqdan deyirəm demək istədiyimi, amma bəzilərinə yekunlaşdırıb cümlə ilə demək lazımdır. Necə deyirlər? Çox istərdim ki, həyatda belə sədaqətli, vəfalı, qədir-bilayan, etibarlı, nə bilim, o sözlər Azərbaycan dilində çoxdur da. Belə vicdanlı, bilmirəm heyvanlarda vicdan olur yoxsa yox, amma mən görürəm ki, bəzi insanlardan bu yaxşıdır. Nə verirəm ona? Bir tikə çörək. Və gündə gördüyünüz əlimdə tutmuşdum, ondan 3 dənə verirəm. Bir də əlimə nə keçdi o? Meyvə qırıntıları, özüm yeyəndə məsəl üçün xırdalayıram, gətirib tökürəm qabağına. Evdə nə bişirsə, əti çox sevir. Deyə bilmirəm ki, ay qız, ət 22 manatdır. Demək, əti hazırlayanda onun necə deyirlər, şəndir, məndir, artıq yerləri çıxanda gətirib verirəm, məmnuniyyətlə yeyir. Əti çox sevir. Az qala belə pişik kimi yeyir əti. Yəni bu adicə quş olsa da bunda bir sədaqət var. Bu dostları ilə uçub gedə bilər. Aprelin birinci 10 günlüyündə, bəzən soyuq illər elə vaxt olub martın axırlarında gəlib. Bunların öz saatı var da, öz vaxtı var, bilirlər. Hansı il isti olur, hansı il nə bilim nə olur. Gəlir burada həyətdə mənlə belə bütün yayı yaşayır. Sonra da uçur gedir və hər dəfə uçub gedəndə məndən görüşür. Bir o qalsın ki, məsəl üçün əl versin. Nətəri gəlir pişik kimi ayağıma sürtünür. Mən də onda pis oluram. Bilirəm ki, həm oktyabrdır, həm uçub gedəcək. Gələnlə qədər gözləyirəm. Belə. İndi fikrim var ki, əvvəl indi yaxında nə bilim Keşlə bazarı var idi. Sonra 8-ci kilometr bazarı var idi. Orada quşlar, xüsusilə 8-ci kilometrdə quşlar çox idi. İndi bilmirəm buna bir erkək dost hardan tapım, amma bir dəfə soruşdum, dedilər ki, vəhşi ördək tapanmayassan. Onlarda ev ördəyi, ev qazı, ev toyuğu, nə bilim xoruzu, belə şey olur. Əgər kimdəsə vəhşi ördək varsa, erkək, yəni burnunun üstündə o qırmızı belə barmaq boyda olur. Əməlli başlı belinir, belə, necə deyirlər, pavarotnik kimi, buynuz kimi. Düz dimdiyin üstü ilə uzanır. Dişilərdə balaca olur, barmağın ucu boyda. Amma erkəklərdə həmin o qırmızı hinduşkada olduğu kimi. Hinduşkada sallanır, bunda dimdiyin üstünə bitişikdir. Bunun haqqında demək ki, internetdən oxuyuram. Vitaminləridir, dərmanlarıdır. Ancaq və ancaq bunun bu sədaqətli olduğuna görə. İndi yedi, içdi, gedir, mütləq kölgədə dayanır. Günün altında dayanmağı sevmir. Qətiyyən sevmir. Gedir kölgədə dayanır, oturur orada. Sadəcə olaraq mən öz aləmdə fikirləşirəm ki, bunun bir erkək cüsünü tapsam, yəni məhz vəhşi ördək özdə olsa bunun cinsindən. Bunun cinsinin adını oxumuşdum. İndi yadıma düşdü deyərəm. Rusca oxumuşdum. Nədir? Wikipediyadan, ensiklopediyadan daha doğrusu.
Yadıma düşsə deyərəm, çox qəribə adı var. Təbii ki, məhz bu növdən lazımdır. Ancaq bilmirəm indi bunlar əgər yayda uçub bura gəlirlərsə, düzdür, Bakının üstündən uçub keçirlər, Bakıda enmirlər. Mən çıxıb damdan izləmişəm, görüm bunun dəstəsi hara gedir? Gedir gözdən itənə qədər. Sumqayıtı zadə keçir az qala, çünki göydə görünür də hara. Nədir buradan bura Sumqayıta? Düz xətlə 20 kilometrdir. O avtomobil yolu ilə 25-30 kilometrdir. Yəni 20 kilometr havada görünür o quş dəstəsini getib və yəqin ki ondan sonra dənizlə keçirlər, gedirlər ola bilər Dağıstana və yaxud hara. Amma əgər mən dediyim nədir? Əgər Azərbaycanın üstündən keçib gedirlərsə, demək şimal tərəf nisbətən sərin olur da, soyuq yox, yayda sərin olur. Güya ki belə məntiqlə. Onda demək bu Azərbaycanda da bunlar bala çıxarda bilərlər, mənə elə gəlir. Ona görə bunun bir erkəyini axtarıram. Vəhşi demək ördək, məhz belə akraskası olan, elə baxdığım ensiklopediyada da bunların rəngi belə olur. Adı heç də yadıma düşmür. 2 sözdən ibarətdir adı. Bu cinsin adı. Əgər ovçularda varsa, yaxud da ki, indi qanunla bunu almaq, satmaq olursa, mən bunu məmnuniyyətlə götürərdim. Bir ara mənə dedilər, məsəl üçün, yayda mən tətilə gedirdim Şəkiyə, 1 aylığına, 2 aylığına. Onda mənə qoymağa yer tapırdım bunu. Məsləhət verdilər ki, apar ver zooparka. Əlim qalxmadı bunu zooparka verməyə. Açığı deyirəm. Qonşuya verdim, saxladı. Yeməyin izahını, rusdular. Yeməyin izahını verdim, 5-10 manat pul verdim. Yaxşı da baxdılar. Ancaq qonşu dedi ki, bizə yaxın gəlmədi. Çörəyə yerə tullayırdın, gedirdin bir 5 metr, ondan sonra gəlib yerdim. Mənim isə əlimlə yeyir. Belə, mənim hekayəm bu qədər. Çalışaq heyvanlardan, bu quş beyinlərdən çox şey götürək. Çünki insanlıqdan çox uzaqlaşmışıq. Bir-birimizi axtarmaq, sədaqətli olmaq, təmənnasız sevmək, elədiyin kiçik bir yaxşılıq nədir? Bir qənədini düzəltmişəm bunu. Mən bunu həmişə oxumuşdum da, nə bilim, bəzən hekayələr, romanlarda belə şeylər olur. Bəzən qəzet materiallar olur ki, kimsə bir heyvanı götürdü, bir yaxşılıq elədi, o da onu unutmadı. Yəqin bu heyvanlarda bu hissiyat var. Mənim yaşadığım 50, 60, 70-ci illərdə də insanlarda bu xüsusiyyət var idi. İndi kimə yaxşılıq eləyirsən, birinci növbədə pisliyi ondan gözləyirsən. Bunu mən tam səmimiyyətlə deyirəm. Tam ağlım başımda olaraq bunu deyirəm. Bura yönətmək istəmirəm. Həyatı görənlər, bilənlər bilir, bilməyənlər də görəcək. Və bu o demək deyil ki, yaxşılıq eləmə, pislik görəsən. Mən nə qədər görsəm də yaxşılığımı eləyirəm. Məni tanıyanlar tanıyır ki, mən səsin filmlər çəkirəm. Elə mənim yaxşılığım o filmdəndir. Təmənnasız, pulsuz, parasız. Gəlib Məmmədquluya deyirəm, Məmmədqulu, səndən bir film çəkirəm. Deyir, çək. Çəkirsən, sabah YouTube-da yükləyirsən, Məmmədqulu da gözləyir, pul istəyir səndən, 5 aydan sonra nəsə bir şey deyəsən, ortada bir şey yoxdur. Çəkdim, getdim. Oturub papağın qabağına qoyur ki, bu niyə belə elədi? Və sabah küçədə rast gələndə, bir də görsən həmişə kimi salam vermir. Amma elələr də var ki, artıq düşmən olublar. Məhz öz haqqında, ya ailəsindən olan bir qəhrəman, nə bilim, nəsə bir şəhid haqqında film çəkdiyimə görə. Çox qəribədir. Açıq deyirəm, mən bu yaşa çatmışam, hələ bunun mexanizmini bilmirəm ki, salam vermirsən, vermə, amma düşmən də olma insandan. Yəni, nə bilim, vallahi. Bəlkə də koronavirusda iynə vurduranlardır, kimdir, nədir. Hər halda, əlhəmdülillah mən iynə vurdurmadım. Neysə,
söhbətdir, danışdıqca uzağa getdi. Bunu elə belə çəkdim. Baxanlar, qulaq asanlar sağ olsun. Qulaq asmayanlar da sağlam olsunlar, yetər. Belə. Çalışın bunu, əgər evdə varsa, uşaqlara, nəvələrə də göstərin belə şeyləri. Ki, gələcəkdə adı vəhşi olan bu ördək kimi böyüyə bilsinlər. Yoxsa adı insan olan vəhşilər kimi böyüməsinlər. Bu sonuncu aforizm cümləsi ilə reportajımı tamamlayıram. Sağ olun, salamat olun, necə deyirlər, bir-birinizin qədrini bilin, hörmət eləyin ki, hörmət görəsiz. Sayın ki, sayılasız. Bu qədər.